Hərdən adama elə gəlir ki, bundan sonrası yoxdur. Xırdaca bir inam hissi belə anlarda çox şeyi dəyişə bilir. Və başa düşürsən ki, qorxuları geridə qoymaq üçün ilk addımı atacaq cəsarəti göstərməlisən. ...1918-ci il mayın 28-də Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycanın istiqlaliyyətini elan etmiş, Azərbaycan Respublikasını yaratmışdır. Bizə azadlığı da atılan o ilk addım gətirmişdi. Ona görə bu günü nəinki bir tarix, həm də bir başlanğıc, bir oyanış, fərqindəlik günü kimi qeyd edirik. 28 may Müstəqillik günümüz mübarək.